Tarixdə baş vermiş ən qəribə fəlakətin hansı olduğunu bilirsinizmi? Su tsunamisi haqqında hamı eşidib. Bəs şirin, yapışqan, isti şirə tsunamisi haqqında? Bu hadisə 1919-cu ildə Boston şəhərində baş verdi. 15 yanvar qeyri-adi isti bir gün idi. Sənaye spirti istehsalı üçün istifadə olunan nəhəng bir metal kən 15 metr hündürlüyündə qəfildən partladı. İçində 8,7 milyon litr xam şirə var idi. Nəticədə 8 metr hündürlüyündə saatda 56 km sürətlə hərəkət edən yapışqan bir dalğa Boston küçələrinə axdı. Bu şirin dalğa o qədər güclü idi ki, binaları təməlindən qoparıb, avtomobilləri çevirib və hətta dəmir yolu reyslərini əyirdi. İnsanlar və atlar qaçmağa çalışdılar, lakin dərhal yapışqan kütləyə batdılar. Fəlakət nəticəsində 21 nəfər həlak oldu, 150 nəfər yaralandı. Xilasedicilərin qalın şirə içində hərəkət etməsi həftələr çəkdi. Şəhəri təmizləmək aylar çəkdi və deyilənə görə Boston sakinləri isti yay günlərində də hələ 10 illiklər sonra da küçələrdə zəif şirə qoxusunu hiss edirdilər. Dostlar, əgər videonun sonuna qədər izlədinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Qismət olarsa növbəti videoda görüşərik.